Deməli bu bizim kameramız Əlirza bəyəfəndi. Bu da otağımız. Belə maraqlı görünüşü var. Əlirza durca görüm Əlirza. Durca bizim bu Nihat bəyəfəndi. Nihat ətərsən? Oturmaq istəyirsən, oturma. Gəl Əlirza dur, əziyyət çəkdirər. Tutursan belə, qəşəng. Əstirmə də. Əstirmirəm, mən öz yerimi rahatladım. Çəkir, ötür. Çəkir, başla. Kamera arkasında. Zəhərli. Yaxşı. Söndürüm, təzdən başlayalım. Niyə yapın? İzləyicilər niyə bunu görməli, müəllim? Heç normal o görsünlər də. Görsünlər ki, necə viruslar. Yaxşı. Deməli, Nihat, ne görürüm? Azərbaycan neçə iqlim quşağında yerləşir? 2. Ha, mükəmmül ucadan səsin. Subtropik iqlim quşağı, belə mülayim iqlim quşağı. Daha geniş isə subtropik yoxsa mülayim. Azərbaycan iqliminə təsir edən hava kütlələri hansılardır? Yox, etməyən iqlimdə şimal yarımkürəsində. Biraz yaxın dur, qoy səsin möhkəm geçsin. Subekvatorial olmaz, gerizekalı, nə deyir? Subekvatorial hava kütləsi var? Yox, bəli. Suların uzun hava kütləsini ilə olur. Deməli, şimal yarımkürəsinə aid hansı hava kütləsidir? Ekvatorial hava kütləsi etməyəcək. Ondan başqa hamısı təsir edəcək. De görüm, yayda da, qışda da gələndə havanın temperaturunu aşağı salan hava kütləsi hansıdır? Arktik və mülayim hava kütləsi. Arktik hava kütləsinin neçə tipi var idi? Hansılar idi? Biraz uzadan dedim mi? Qorxma ya. Uzadan. Dəniz bir də kontinent. Bəs mülayim hava kütləsinin neçə tipi var idi? Dəniz bir də mülayim. Yaxşı, bəs yayda da, qışda da isidən hava kütləsi hansıdır? Tropik hava kütləsi. Dəniz mülayim yoxsa dəniz kontinentə. Bəs yaxşı, 200'lü hava kütləsi deyildi ona. Yayda isidirdi, qışda soyuqdur. Aha, Orta Asiya və ya Mərkəzi Asiya hava kütləsi. Bəs yaxşı, o Mərkəzi Asiya hava kütləsi yayda gəlib... Aha. Aha, Xəzər onu yumuşaqlığı ya, gəlib bizi yandırır, yaxmarır. Bəs deyirəm, tropik hava kütləsi respublikamıza hardan gəlir, bilirsən? Şimali Afrika, Ərəbistanın. Aha, Hüseyin, hiç otura bilmirsən də, elə qələmin üçlü, yaxşı. Götürərik, dəymə götürərik, gəl götürərik, narahat olma. Özüm gəl götürüb bu ərzim. Yaxşı. Deməli, indi sən mənə de görüm, Azərbaycanın bütün düzən ərazilərinin iqlim tipi nədir? Yarımsərhəd qurçöl iqlim tipi respublikamızın təqribən neçə faizi əhatə edir? 50 faizini əhatə edir. Neçə dənə tipi var yarımsərhəd? 2-dən. Qışın olan keçən, bir də hər ikisinin yayı necə keçir? Hər ikisinin yayı isti quru. İsti quru keçir. Yay soyuq keçir, yarımsərhəd qurçöl iqlimi hardadır? Naxçıvanın arası bölgəsinə. Hə, Naxçıvanda Araz boyu düzənlikdir. Bu nədir? Qışı soyuq? Bəli. Qışı mülayim keçən digərləri olacaq. Hansı düzənliklər yarımsərhəd qurçöl iqlim tipi deyildir? Qanlı və İsrail qusar mali həmkarı. Afərin. Hər üçündə iqlim tipi nədir bunlar? Tamamilə doğrudur. Yaxşı, yarımsərhəd qurçöl iqlim tipində yağıntı çox olar, az olar səncə? Az olar. Radiasiya çox olar, az olar səncə? Yağıntıların miqdarı təqribən nə qədər olar? 204. Bulutlu çoxdur, burada azdır. Bulutlu az deyəz, radiasiya nə? Düz radiasiya. Buxarlanma çoxdur, azdır. Yox, öküz vursun. Qabiliyyəti çoxdur, amma azdır. Görsən nə yaxşı təşkilatlarını çıxırır. Deməli, çoxdur buxarlanma qabiliyyəti və ya mümkün buxarlanma çoxdur. Amma buxarlanma miqdarı az, çünki yağış yoxdur da, bildiyin. Amma qabiliyyəti çatır ki, daha çox buxarlandırsın. Yaxşı, mülayim isti iqlim axtaranda hansı əraziləri axtararıq biz? Necə əraziləri axtararıq biz? Yüksək dağlara gedərik, yuxarı aralara gedərik. Alçaq dağlar. Alçaq dağlara, sonra bir də üç dənə düzənlik. Yəni, mülayim isti iqlimin üç dənə tipi vardı, hansılar idi? Deməli, yayı, quraq keçən, yayı quraq keçən, bütün fəsillərdə bol rütubətli qışı quraq keçən. İndi göstəririk yayı quraq keçən. Yayı quraq keçən, yağıntısı qışda çıxır. Böyük Qafqaz, Kiçik Qafqaz müşahidi. Kiçik Qafqaz hansıdır onlarda? Kiçik Qafqaz. Ay malazır, Böyük Qafqazda orada. Hər ikisinin cənub şəhəri. Bəs qışı quraq keçən mülayim isti iqlim orada? Qışı quraq keçən Qanlı və Əliçaydadır. Sonra bir də ki, Böyük Qafqazın yenə cənub şərqində. Bəli, Kiçik Qafqazın. Alçaq dağlıdır. Bəli, bütün dağ. İndi biosfer keçəndə biz həm burada deyik, Şalvarlı torpaqlar deyək, Zolaq, başa düşdünmü? Burada Nişamaxı, İsmaili, Şəmki, Gədəbəydə, Xocavənddə, Qaxda, qara torpaqlar da var, deyək. Bəs yaxşı, yağıntıları bərabər, bu vəziyyətdə sən güclüsən, mən güclüyəm. Yox. Əlbəttə bu vəziyyətdə kim güclüdür? Nihat güclüdür, mən güclüyəm. Siz mənim. Xeyr, Nihat. Sən Nihat niyə güclüdür? Niyə mən? Çünki mənim əlim onun çiynimdə. Deməli,
Yağıntıları beraber paylanan mülayim istedim. Dedim parkadır. Böyük Qafqazın Umut! Hə. Bir də ki, Qusar Mahallesi. Ölkəm demə. Böyük Qafqazın canlı yamansı, bir də Qusar Mahallesi. Biri qaldı. Biri qaldı, bəli, bəli. Talaş açıldı. Bəli, Talış dağlarında da neyləmiş? Bir də Talış dağlarında da yayılmışdır. Yaxşı. İndi çəkdi soyuq iqlim. Soyuq iqlim hardadır? O da yay bırak, bütün fəsillərdə bu. Yay bırak çəkən soyuq iqlim hardadır? Naxçıvanda. Haranı çıxmaq şərtində? Qapısı. Deməyim, Əlüzo, elə bilməsin. Kameraman iştirak eləməli, deməli. Bilməsən gəl bura. Hə, qapısı ətrafını qırar. Amma, bir də Talış şəklində harada gəlir? Talışda. Talış dağlarında. Bəli. Əlüzo, çıxılasın. Yaxşı, bəs qışı bura keçən soyuq iqlim hardadır? Qışı biraz da. Aha. Böyük Qafqaz, Kiçik Qafqazın orta dağıldı. Orta və Yüksək. dağ. İndi Əlüzo, bunu çatırsan cavab ver. Sən saç Əlüzo tuflu olanda. Gel görün, o yay və qışı bura keçən soyuq iqlim böyük və kiçik Qafqazın orta və yüksək dağlığıdır, eləmi? Hə. Cavabda qışı bura keçən soyuq iqlim yoxdur, sonra başqa nə yaza bilərəm? Aha, deyəm. İngil bak. Deyəm ona da. Bir dəqiqə, fikirləşim mən. Nə oldu? Nə oldu da? Baxın. O birisi də mən iki dənə şey Yox, bax gör nə deyirəm. Böyük Qafqazın orta və yüksək dağlıq zonalarındadır. Bu, həm qışı bura keçən soyuq iqlim deyə bilərəm. Həm də nə deyə bilərəm? İqlimə dəxli yoxdur, başqa ul böcəyi deyə bilərsən. Yay isti. Deyirəm iqlimə dəxli yoxdur, biabır olsa, yay istəyən. Mən sual təzdən verə bilərsiniz. Aha, Radiasiya. yox. Sual təzdən deyin də mən. Bəli, Nə? eşitdim. Eşitmədim. Bir də denək. Yürə. Soyun yürə və tamam. Bilir Allah da bilirdi. Hə, Allah'ın düşün. Vallahi bilirdim mən. Cavab vermə, faktoloji. Təkərə düşdüm mən. Hə, sonra gör benim iki danışım. Yaxşı, bəs nə görüm, yağıntılar bərabər paylanan soyuq iqlim hardadır? Aha. O böyük Qafqazın Böyük Qafqazdan da. cənubundaydı. Hündürlüyü vardı, onu deyə bilərsən əsasında. 1500 kimi. Bəli, tamamilə doğru. Yaxşı, nə görüm, Mezoid triyasına yalnız harda rast gəlir? 3 saniyə yaman, Naxçıvan. Və sən gəldin çukurlar hardadır? Əsas yazıyansa. Aha, Tovuzsay. Sədərə. Qalxması. Sədərə buradadır, deyə burada. Hı, buradadır. Hardadır Sədər? Geri zəkalı, sonra niyə baxırsan? Yaxşı, nəysə bu getdi işinə. İndi demənə görüm, 2700 metrdən yuxarıda olanlara... Dağ tundra. Dağ tundra idim. İndi Nihat, gəl bir dənə bunu tez deyək. Bu iki aşağı var ha. Naxçıvanda hansı iqlim? Tamam. Bu iki aşağında ikisində də nə quraq keçir? Yay quraq. İndi burada mülayim iqlim yoxsa Naxçıvan yay quraq keçən nə olacaq? Bax bura yay quraq keçən nə olacaq? Yarım Yarım sənə nə? Mülayim. Təkər deyirsən. Yəni yay quraq keçən nə? Torumuzdan mı? Yaxşı, Kiçik Qafqazın cənubundan qalxanda iki dənə dalbadal nədir nə? İki dənə dalbadal. Bəli, qış quraq keçən nə? Mülayim, bir də qış quraq keçən. İndi bəs Böyük Qafqazın cənubundan qalxanda iki dənə dalbadal nədir? Bəli, bütün fəsillərdə bol yağıntı, bərabər yağıntılı, mülayim, dalınca da soyuq, aşağıdan yuxarı qalxan çədir. Bütün dağlarda alçaq dağdan orta dağlığa doğru yağıntının miqdarı, bulutluluq, radiasiya. Bəli, orta dağdan yüksək dağlığa doğru yağıntı, bulut, radiasiya artır. Talış dağlarında hündürlüyü artırsa yağıntının miqdarı, bulut, radiasiya artır, tamamilə doğrudur. Azərbaycanın maksimum radiasiya haradadır? Maksimum Naxçıvanın alçaq var. Bəli, Qapıcıq ətrafında 160 yolu. Bəs sonra ortaraz boyu düzənliklər 150-dir. Sonra hündür zirvələr 140 falan. Ən az radiasiya deyəndə 4 dənə ərazi demişəm, deyil mi? Qanlı və Qusar Mahallesi Lənkəran 4 dağ. Bəli, bunların yağıntısı nədir? Bunlar çoxdur. Buldu nədir? Radiasiyası nədir? Səfərlə. Azdır da, az, çox deyilsin, azdır. Bəs orada mən düşünmürəm ki. Düşürsüz mən. Yaxşı, ölüyor, sağlayır yəni mənim, bütün vardır. Ya şiddət qətiyyən var, şiddət olsun. Bəli, qətiyyən bizdə şiddət olur. Deməli, bir də nə deyirik, bir də nəsə deyirik, yox, nəsə deyirik. Ha, onların buxarlanması çox vacibdir. Məncə bəs eləyək, hə? Belə icmal xarakteri. Yaxşı, uğur olsun hər birimizə.